Bəzən insan həyatda işləyir, ha vurur özünü ora bura, çabalayır, amma heç bir nəticə görmür. Və belə aylar davam edir, illər davam edir ki, insan çalışır, dayanmır, amma heç bir nəticəyə çata bilmir. Vaxt var idi, bu məndə də belə idi, mən də bunu keçmişəm. Və mən bunu sualın cavabını tapanda yəni şoka düşmüşəm ki, uy da cavabı çox bəlli imiş, çox asan imiş. Bunu kaş mən əvvəlcə anlayardım. Və inşallah ki, mən bu haqda sabah sizin üçün bir dənə ətraflı YouTube videosu çəkəcəm ki, siz o video baxandan sonra deyəcəksiniz ki, uy da niyə mən bunu vaxtında anlamamışam. Yəni mən elə o sualın cavabını, o problemin həllini başa düşəndə, ya problem hardan qaynaqlanır? Niyə biz çox işləyirik amma nəticələr artmır, daha da pisləşir və yaxud da yerində qalır? Onun inşallah ki, sabah videosunu çəkib göndərəcəm, paylaşacağam və rahat baxacaqsınız. Sadəcə bu videonu çəkirəm. Kim də belədirsə, videonun altında sadəcə yazsın ki, mən də belədir. Yəni görək neçə nəfər də belədir.